Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hər kəsin bol ruzili, bərəkətli Ramazanlar keçirməsini diləyirəm. Bugün iftar üçün maksimum yarım saatda hazırlaya biləcəyiniz bəyənmə qarantili bir tarif paylaşacağım. Xoş seyirlər. 6 ədəd qabığını soyub yuduğum kartofu bişməyə qoyuram. Bir ədəd soğanı xırda doğrayıram. Yarım yaşıl biber doğrayıram. Yarım qırmızı biber doğrayıram. Bir ədəd pomidorun qabığını soyub doğrayıram. Bir ədəd toyuğun sinə ətini doğrayıram. Tavaya 4 xörək qaşığı duru yağ, yarım xörək qaşığı kərə yağı əlavə edirəm. Doğradığım soğanı əlavə edib qovururam. Soğan qovrulanda sinə ətini əlavə edib birlikdə qovururam. Sinə əti rəngini dəyişib biraz qızaran kimi olanda biberi və pomidoru əlavə edirəm. Bir neçə dəqiqə sonra ədva olaraq duz, qırmızı toz biber, pul biber və sarı kök əlavə edirəm. Şimdi vamkoda qoyuram. Təxmini 5 dəqiqə sonra da qazın altını söndürəcəm. Çünki görürsünüz ət pişib. Bişən kartofları əzirəm. Kartofun üzərinə yarım xörək qaşığı kərə yağ, 2 dilim dilimli holland pendiri, 3 xörək qaşığı süd, duz və qara istiot əlavə edirəm. Hazır olan püreden servis edəcəyim boşqaba alıram. Pürenin üzərinə toyuğun sinə ətini əlavə edirəm. İstəyə görə üzərinə xırda doğranmış kişniş səpirəm. Bizə və hazırlayacaq olan hər kəsə nuş olsun.
Sağ olun, sağlıqla qalın.